Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və əşhədu an la ilahe illallah vahdehu la şərikə ləh və yətəvəlləs salihin. Və əşhədu ənə Muhammedən abduhu və rasuluhu. Və sallallahu aleyhi və səlləmə salatan və səlamən daimeyn mütələzimeyn ilə yevmiddin. Allahümmə enfa'ni mə allamtəni və allimni mə yenfa'ni və zidni ilmə. Sonra Buxari rahiməhullah yeni bir bab açır. Bəb Ər-raculu yuvaddi'u sahibəhu. Kişi öz qardaşını dəstəmaz almaq üçün ona yardım etməsi. Bir kişi öz qardaşına dəstəmaz almaq üçün ona yardım etməsi. Deyir ki, İbn Abbas Usama bin Zeyddən rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Arafa günü düşdü deyir, getdi öz hacətini yerinə yetirməyə və sonra deyir, Usama deyir ki, mən ona su tökdüm, dəstəmaz aldı. Deyir, ey Allahın Rasulü, namaz da qılacaqsanmı? Deyir, Musalli sənin deyir, önündədir, deyir, namaz qılınan yer. Yəni, şey olsa ki, orada qılaraq da belə. Başqa bir hədisdə rəvayət olunur ki, Muğiradan deyir ki, Muğir bin Şöbə deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmdən deyir, səfərdəydim. Və ənəhu zəhəbə li həcəti ləhu. O deyir, ehtiyacını ödəmək üçün deyir, getdi. Yərhəm qalam. Və ənə Muğirətən cəalə yasubbul mə aleyhi. Və deyir, dəstəmaz almaq üçün deyir, ona deyir, əllərinə su tökdüm. Və dəstəmaz aldı, üzünü yudu, əlini, üzünü yudu, məssəşdi başına və sonra xuflarına. Bir hədisdə də gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve səlləm bir tərəfdə ayaq üstə gedir və deyir, xuflarını deyir, əl atdım çıxartmağa, İbn Abbasdan gəlir, deyir, dəymə ona dəstəmazlı giyinmişəm və ona nə deyir, məssəkir. Burada hədəf, dəstəmaz kimsə alırsa da, onu qıraqdan su tökməyin icazəli olması. Su tökməyin icazəli olması. Lakin bu alimlər arasında böyük bir ixtilafdır. Böyük bir ixtilafdır. Deyir, baba baxsan deyir ki, Buxari rahiməhullah, kişi qardaşına dəstəmaz almaq üçün yardım etməsi. Zahirən tərcümədə gəlir ki, yardım, yəni onun əlini, ayağını, üzünü yuması. Demir axı su tökməsi. Fikir verirsiniz, yəni başlığa yardım etməsi. Amma lakin deyir, bu qəsd o deyil. Buxarinin qəsd o deyil. Çünki fikir dediyi sözlə gətirdiyi hədisə. Yəni orada su tökməsi. Burada gəlir ki, yardım, amma hədisi gətirilənə deyir, su tökməsi. Və buradan da ixtilaf başlayır. Yaxşı, su tökmək aydın, yəni hədis var. Lakin ehtiyac olduğu halda dəstəmaz alınanın əlini, ayağını yumaq olarmı? Yəni bu da nədir? Böyük bir ixtilafdır. Gətirir ki, Hədə bəbu əqdə müəllif ləhu tərcümətən ləkinnəhə əxassu bid-dəlil lənnə tərcümətə bəb ər-racul yuvaddu bi sahibuhu. Yəni şeyx də burada deyir, vurğuluyor ki, su tökməklə yardım etməkdir arasında deyir, zahirən fərq var deyir. Bir və yuyasan özün, bir də ki nədir, su tökəsən özü nədir, yuyar. Yəni yardım burada nədir, fərqlidir. Raculu yuvaddu sahibəhu, dəstəmazda yardım etməsi, yəni mə hukmuhu. Buxarini başqa cür anlayanlardan da biri deyir ki, Buxari bu babı gətirməkdə deyir ki, qardaşına yardım etmək ki, nədir onun hökmü? Yəni qəsd etdiyi budur. Başlasın, bu da nədir bu cür? Anlayır ki, yəni Buxari orada sadəcə deyir, bunun hökmü nədir? Və gətirir ki, hökmünün icazəli və ya icazəsi olması. Gətirir ki, vəl-fərqu beynə müzahir və ləm yufsihil Buxari fi məsəl
məsələti bicavazin və la qeyrihi və həzi adətul umur. Qala Nəvaviyyu ihtarul mə və la kərahətə fihi aslan. Yəni deyir ki, burada məkruh bir şey yoxdur. Yəni orada su tökərsənsə də problemli bir şey yoxdur. İmam Nəvəvi gətirir rahimehullah. Lakin ikinci qismə gəldikdə sən deyir onun ehtiyacı olmadığı halda üzünü əlini yuyursansa da dəstəmaz kimi. Bu artıq kərahədir. Yəni məkruhdur. Gəlməyibdə olmayan bir şeydir. Birinciyə sən stat gətirə bilərsən. Dəlil gətirə bilərsən ki, Peyğəmbər salsam su tökdü. Sahabələr, Üsəmə və yaxud da ki, o birisi sahabə və yudu. Bu var. Lakin deyir, sənin yumağın artıq kərahədir. Demirə haramdır. Və yaxud da batildir. Kərahədir. Yəni, bəyənilməyən bir şeydir. Və tuuqqib بأنه إذا ثبت أن النبي صلى الله عليه وسلم فله فعله لا يكون خلاف أولى وأجيب بأنه يفعله لبيان الجواز فلا يكون في حقه خلاف أولى بخلاف غيره. وقال كرماني إذا كان الأولى تركه فكيف ينازع في كراهة. وأجيب بأن كل مكروه فعل خلاف الأولى من غير عكس إذا مكروه يطلق ولا حرام بخلاف الآخر. على كل حال يقاس تودئة رجل على صب الماء عليه ليس بواضح لأن قياس حركات فعلية إنما هو للغير لا متوضي. أما الصب فإن كراهة في هذه العبادات تكون في متوضئ وبينهما فرق. ولهذا لو قيل إنه يكره يوضئ الإنسان غير إلا حاجة لكان وجيها ولا يكره أصب غيره لأن هذا ثبت عن النبي sallallahu aleyhi ve sellem. Deyir ki, əgər bir insana ehtiyac babından sən onu yuyursansa da əlini, ayağını ehtiyac babından, burada da kərahət heç nə ola bilməz. Çünki birincidə yəni yardım babıdır, su tökür. Yəni bu icazəli olduğu halda ikinci birinciyə qiyas olur. İkinci asıydı özünün nədir? Yuması. Və ona görə də nədir? Bu olar. Yəni, yeni namaza başlayan insanların əksəriyyətinə bu hal baş verir. Yəni, məsəl üçün, tökürsən, deyirsən ki, bax, bura qədər yuyur, özün məsələsini görsəlsən. Dəstəmazdan görsən, bura kimi yuyur. Əlinlə deyirsən ki, məsələsində dayı, ya balaca, biraz yuxarı, belə yuyur. Bu özü nədir? Yardımdır. Yardım babındandır. Əlini qaldırsan, məsələn, əlini sula, əlini salırsan, sonra başına məslək edirsən və s. və ilə. Yəni, bu deyir, əgər icazəlisə birinci su tökməyə, ikinci niyə icazəli olmasın ki? Yəni, bir qismdə gətirir ki, bu artıq burada problemli yox, kimsə kərahə gətirə bilməz onu. Məhkruh olaraq gətirə bilməz. Artıq nədir? Yardım icazəlidir. Və sonra gətirir ki, həmən mübaşədir fələ dəllətə fiyhə aleyhə. Nəm, yüstəhəbbu əllə yəstə'inə əslən. وأما ما رواه أبو جعفر طبري عن ابن عمر أنه كان ما أبال من أعنان على طهور أو على ركوع والسجود فمحمول عليه الإعانة بالمباشرة للصب الدليل. رواه طبراني أيضا غيره مجاهد أنه كان يسكب على ابن عمر وهو يغسل رجليه. Yani şeyh gətirir ki, bu cür rəvayətlər çoxdur. Məsələn, deyir, gətirsən ki, Mücahid deyir ki, o deyir, İbn Ömərin ayağına su tökərək deyir, onun ayaqlarını nədir, yudular. Yəni, deyir, bu gəlifdir. Haşimdən müstədərəkdə rəvayət olunur ki, Ateytü Nəbi səsən bi vuduyin və qalə iskubi fəsəkəbtu aleyh və hədə əsrəhu fi ədəmi kərahəti min həddeyni mədhureyni. Yəni, deyir ki, bir gün deyir, getdim deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem yanına Rubeyyə o rəvayət edir ki, deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem məni gördü və dedi, mənim ayağıma su tök, yəni bol su tökmə dəstəmaz almaq üçün. Və deyir, dəstəmaz aldı və mən ona deyir, su tökdüm. Yəni, buradan da deyir, dəlillər çoxdur ki, dəstəmaz alarkən yardım etmək. Lakin deyir, məsələyə qayıtsaq,
Əgər valideynlərin deyir, yaxşıdırsa və ya yaxşısı bir insandırsa, dəstəmaz qaydasını düzgün almırsa və ya unudubsa da və ya ona, baba, nə gətirilər, sevici babından və ya onlar sənə bu baxımından sevsinlər deyə, yəni ehtiram babından hətta da əlini, ayağını, üzünü yuya bilərsən. Dəstəmaz alarkən əl-ayağını, üzünü yuya bilərsən. Ehtiyac babından olarsa da haram yerləri bağlı şəkildə buradan istinbat çıxır. Hamamda belə onu çimizdirə bilərsən. Deyək, valideyni çimizdirmək hamamda belə nədir? İcazəlidir. İcazəlidir. Yəni, hətta aranızda nədir? Valideynə itayət, valideynə bir təqva, hansı yaxşılıqda yardım etmək, bu babıdan icazəlidir. Hətta kərahədə belə nədir? Aradan qaldırılır. Aradan qaldırılır. Hətta ehtiyacı olmadığı halda da. Yəni, yaşlı insandır, qəlbindən keçir, əziyyət çəkməsin və onu nə edirsən? Yuyursan, çimizdirirsən. Bu artıq nədir? Sevgi babındandır. Şeyxlər gətirir ki, yəni bu icazəlidir. Buna da icazəlidir. Xas ehtiyac babı tamam başqa. Məsəl üçün, valideyn var ki, batırır özünü, əziyyət çəkir də, uşağın nədir? Oyununda vacibdir ki, valideynə nə etmək? Baxmaq. Baxmaq. Yəni, bu tamam başqa şeydir. Bir də var ki, artıq sevgi olaraq, istək olaraq ki, yəni valideynin evlad üçün duası tamam başqa bir şeydir. Onu gətirirlər ki, burada yəni etmək daha nədir? Təthir etmək, təmizləmək daha gözəldir. Və başqa bir babdandır yaxınlaşsaq, xəta eləsə belə. Yaşlı insandır, baxırsan, xəta eləyir. Bunu hardan çıxardırıq? Düzəltmə qaydasını. Həsən Hüseynlə, radiyallahu anh. Neynədir? Baxdılar ki, kişi xata. Bax, o necə ədəblə başa salırlar. Baxırlar ki, kişi dəstəmaz alır, amma xata alır. Dəstəmazda nəyi var? Xatası var. Deyir ki, ya əmmi, deyir, əmi, bax, gör, deyir, Həsən düzgün alır, yoxsa mən. Və dəstəmaz alırlar, hər ikisi düz alır. Kişi nəyini başa düşür? Nəs xatasını. Fikir verirsən, ədəbə. İkisi düz alır, kişi baxır ki, hə, bu özündə xata eləyibdir. Artıq nədir? Öz xatasını düzəldir. Yəni, bəzən niyə bunu gətirir? Kərahə babındandır ki, bəzən dəstəmazı düzəldən acı olaraq düzəldirlər. Acı olaraq. Çox bəlkə rast gəlirsiniz. Məsələn, zahirən hədis var. Amma hədisin deyilmə nəyi var? Məkanı var, qaydası var. Məsələn, deyir ki, insan dirsəyə qədər yuyub da daxil etmişdir. Sən bilmirsən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyibdir ki, quru yerə qalarsa dəstəmazda ora od girəcəkdir. Ayaqlarını yuyuda keçmişdir də bu hədisi, yəni qaça-qaça gəlib yuyurlar, namaz qılır. Və fikirsən nətərdir? Deyir ki, cəhənnəmdə yanır o tərəfi, bilmirsən, oranı yumaq lazımdır. Artıq nə elədim bunu? Acıladın. Acılaraq haqqı bu cür demək olmaz. Bax, fikir versən Həsən Hüseyn radiyallahu qaydasına. Yəni ki, ədəblə, əxlaqla. Yəni, şeyxlər də gətirir ki, bu şeylərə nədir? Diqqət eləmək lazımdır. Örgədəndə belə bu anda kərahə babına düşə bilərsən özün. Baxmayaraq düzgün deyilsən. Amma nəyə düşürsən? Kərahə babına düşə bilərsən. Ya, bu da nədir? Ehtiyatlı olmaq babındandır. ولكن ابن عمر يفعل ذلك يتبيع أماكن التي فيها رجل فيتبول فيها ويتوضأ فيها. لكن شيخ الإسلام يقول إنه يوافق أحد من الصحابة على أصل. إذن يوافقه أحد من الصحابة هذا الأصل لأن النبي صلى الله عليه وسلم إنما فعل اتفاقا يعني وافق أنه يحتاج إلى نقل الوضوء هناك. Yəni bir qisim gətirir ki, məsələn, orada Peyğəmbər sallallahu aleyhi və səlləmin dəstəmazını pozmasına ehtiyac var idi. Və ona görə də nədir? Onu etdi.
o baxımından deyir, artıq ona su gətirdilər və dəstəmaz aldılar. Bəzən bənzəyir nəyə? İstinbat çıxardır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ayaq üstə su içdi. Harada? Kəbədə. Deyir ki, izdiham idi ona görə. Yəni, mən elə başa düşürəm ki, indiki izdihamda oturub, o ayaq üstə yox, oturub içməyə, yəni yer varsa da 7 milyon, 8 milyon, 6 milyon, 5 milyon içində, yəni 50 min, 100 min içində daha rahat olardı. Ona görə də o izdiham var idi deyə ayaq üstə içdi. Bu özü də, yəni ki, nədir? Kiminsə nə idi? İstinbatıdır. Ehtiramla yanaşırıq, təbii ki. Amma bunun nədir? Kiməsə %100 dəlil olaraq nədir? Gətirə bilməzsən. Yəni, o izdiham olduğu halda içmişdi, deyək ki. Bəs Əli radiyallahu nətər içdi? Ona nə deyirlər? Zəmzəmdir ona görə. Ona adiyyat yoxdur axı. Aydın oldu. Yəni ki, hər kəsin özün fikri var. Fikrə nədir? Ehtiram var. Lakin, yəni, net, real dəlil gəldisə də, sultan gəldisə də, bu şeydə hə. Məsələn, Peyğəmbər s.ə.v-in əlinə su tökülüb, o dəstəmaz alıbdır. Lakin ixtilaf nədə başladı? Həmən o yerləri kimsə tərəfindən yuyulması. Dediyi, hansı halda icazəlidir? Bir, başda ehtiyacı varsa, qoca kişidir, çox rast gəlmişik, əsir, yəni tuta bilmir heç nə. Tamamilə əsir, dəstəmaz ala bilmir. O halda yardıma ehtiyacı var. Valideynlərə yardıma ehtiyacı varsa eləyirsən. Qocalıbsa da, əldən düşürsə də, deyək ki, ehtiyacı özü güc də olsa ala bilər, amma neyinsən, yardım edirsən. Yəni, burada o demək deyil ki, sən niyyət eləyirsən ki, o dəstəmaz alsın. Onun özü niyyəti var. Ora diqqət eləmək lazımdır. Niyyət özündə var, lakin sən neyinsən, yardım edirsən. Və ona görə bu şeylərə nədir? Xüsusən diqqət eləməsi lazımdır. Sonra şeyx yeni bir bab açır. Dəstəmazı pozulduğu halda Quran oxumaq və ya elə bir şey baş verirsə Quran oxumaq icazəlidirmi? İnşallah ki, burada kifayətlənək. Allah subhanahu bizə kifayətənlərdən etsin. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahə illə əntə, əstəğfiruka və etûbu ileyk.